Hər birinizi xoş gördük, dəyərli izləyicilərimiz. FES Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyevam. Çox vacib bir məlumat izahını diqqətinizi çatdırmaq istəyirəm. Belə ki, 1975 30 iyul 1 avqust tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın tam 33 dövlətinin, həmçinin burada ABŞ və Kanada adını çəkmək lazımdır, dövlət və hökumət rəhbərləri Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsinin yekun aktını, yəni Helsinki müqaviləsini imzalamışdılar. Təşkilat 1995 yanvarın 1-nə dək Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi, yəni ATəm adlandırılıb və hal-hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə əməkdaşlıq eləyir. Dünyanın ən böyük regional təşkilatıdır və xəritədə ATəm-in yaradıldığı dövlətin ərazisi Finlandiya, yəni bir rəqəmi ilə işarələnib. A variantı düzgün olacaq. Dərslərimizə qoşulmaq üçün 055 527 25 99 menecer nömrəsi əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.